İnsanların çoxu üzündə yaranan qızartı, səpkilər və irinin sınaqları adi akne hesab edir. Amma bəzi hallarda problemin səbəbi gənə xəstəlik adlanan Demodex artımı ola bilər. Xüsusilə uzun müddət keçməyən, dərmanlara cavab verməyən və qaşınma ilə müşahidə olunan səpkilərdə bu ehtimal nəzərə alınmalıdır. Bu videoda gənə xəstəliyi ilə sınaq arasındakı fərqləri, əlamətləri və müalicə üsullarını ətraflı izah edəcək. Demodex gənəsi nədir? Demodex mikroskopik ölçülü gözlə görünməyən bir dəri gənəsidir. Bu canlılar əsasən üz dərisində, burun ətrafında, alın və çənə hissəsində, kirpik diblərində, saç folikullarında yaşayırlar. Əslində, Demodex bir çox insanda normal şəkildə mövcuddur və problem yaratmır. Lakin bəzi hallarda sayları həddindən artıq artdıqda dəri iltihabı və müxtəlif problemlər meydana çıxır. Bu vəziyyət demodekoz və ya xalq arasında üz gənəsi xəstəliyi adlandırılır. Sızanaq akne nədir? Akne isə tam fərqli mexanizmlə yaranan dəri xəstəliyidir. Əsas səbəblər bunlardır: yağ vəzlərinin çox işləməsi, məsamələrin tutulması, bakteriyal iltihab, hormonal dəyişikliklər, stres və genetik faktorlar. Akne xüsusilə yeniyetməlik dövründə çox görülür, amma böyüklərdə də rast gəlinə bilər. Gənə xəstəliyi ilə akne arasındakı əsas fərqlər: 1. Qaşınma. Demodex problemi olan insanlarda qaşınma daha çox olur. Xüsusilə gecə saatlarında, isti mühitdə yüz yulduqdan sonra qaşınma arta bilər. Adi aknedə isə güclü qaşınma tipik deyil. Qızartı və həssaslıq. Demodex artımı zamanı dəridə yayılmış qızartı, yanma hissi, həssaslıq, dərinin nazikləşməsi tez-tez müşahidə olunur. Akne zamanı isə əsas problem iltihablı sızanaqlar və yağlı dəri olur. Dərmanlara cavab verməmə. Əgər insan uzun müddət akne kremləri, antibiotiklər, dəri baxım məhsulları istifadə edir, amma nəticə zəifdirsə, Demodex ehtimalı araşdırılmalıdır. 4. Yerləşmə bölgələri. Demodex daha çox burun kənarlarında, yanaqlarda, alın hissəsində, kirpik diblərində aktiv olur. Kirpik tökülməsi və göz qapağında qabıqlanma da yarada bilər. Demodex niyə artır? Gənələrin çoxalmasına təsir edən səbəblər: zəif immunitet, stres, hormonal dəyişikliklər, çox yağlı dəri, yanlış kosmetik məhsullar, uzun müddətli steroid istifadəsi, gigiyena problemləri ola bilər. Demodex yoluxucudur. Tam klassik yoluxucu xəstəlik hesab olunmasa da, ortaq dəsmal istifadəsi, yaxın dəri təması, gigiyena çatışmazlığı ötürülmə riskini daha da artıra bilər. Diaqnoz necə qoyulur? Dermatoloq tərəfindən dəri müayinəsi, mikroskopik analiz, dəri səthində nümunə götürülməsi ilə Demodex aşkarlana bilər. Müalicə necə aparılır? Müalicə səbəbə görə dəyişir. Adətən istifadə olunur antiparazitar kremlər, xüsusi şampun və təmizləyicilər, iltihab əleyhinə preparatlar, düzgün dəri baxımı. Bəzi hallarda ağızdan da dərmanlar verilə bilər. Vacib məqam özbaşına steroid krem istifadəsi vəziyyəti daha da ağırlaşdıra bilər. Evdə nələrə diqqət etmək lazımdır? Tövsiyələr: üzü həddindən artıq yağlandıran məhsullardan uzaq durun. Yastıq üzünü tez-tez dəyişin. Dəsmalları paylaşmayın. Üzü sərt şəkildə qıcıqlandırmayın. Ağır makiyajdan uzaq durun. Dermatoloq məsləhəti olmadan dərman istifadə etməyin. Qısa olaraq, gənə xəstəliyi və sana eyni şey deyil. Görünüş olaraq oxşar ola bilsələr də, yaranma səbəbləri və müalicələri tamamilə fərqlidir. Xüsusilə keçməyən, qaşınan və qızaran səpkilərdə Demodex ehtimalı daha nəzərə alınmalıdır. Düzgün diaqnoz üçün dermatoloq müayinəsi vacibdir. Çünki yanlış müalicə problemi daha da uzada bilər.